50 min nə vermişəm mən buna? Gedir sürürəm. Yaxşı elə, gedir sürürəm. 50 min nə vermişəm mən buna? Yağışlar yağandan sonra bu avtomobilin sudan keçmə qabiliyyətini çox xüsusi olaraq bəzi sürücülərimiz göstərdi. Düzdür, mən razıyam bundan. Bu avtomobilin sudan keçmə qabiliyyəti çox yüksəkdir. Normalda 80 sm-ə qədər icazə var bu maşında. Bu da ən yüksək göstəricilərdən biridir. Məsəl üçün, baxın, bura qədər, təqribən 80 sm bura qədər olan bir hissədir. O həddə qədər 212 oradan keçə bilir. Elə belə maraq üçün sizə demək istəyirəm ki, biləsiniz ki, bu 80 sm nə deməkdir? Defender'ın Wave modunda ən çox sudan keçən maşın odur. O da 90 sm qədərdir. Ondan sonra gəlir Unimog. Unimog bildiyiniz traktır. Yəni o artıq maşın deyil, o traktır. O gedir 1 metr 20 sm-dən. Ondan sonra artıq 1 metr 20 sm-dən yuxarı xüsusi ordu avtomobilləri gəlir. Yəni bu artıq belə kiçik avtomobillər olmur. Onlar çox hündür, çox yekə, böyük təkər bazasına malik olan avtomobildir. Yəni misal üçün sizə deyirəm ki, bu 80 sm nə deməkdir? Amma dostlar, bu o demək deyil ki, siz elə hər gördüyünüz suya girməlisiniz. Yəni bu avtomobil hətta ordu avtomobili belə suya girib bata bilir. Su ilə zarafat eləmək olmaz. Amma yenə də 212-80 sm-ə qədər icazə verir. Yəni kim ki istəyirsə, özünə güvənirsə və keçməlidirsə, keçməyə məcburdursa o yerdən yalnız 80 sm-ə qədər. 50 min nə vermişəm mən buna? Amma bu podvodun lodka deyil, bu sualtı qayıq deyil. Bu da sudan qorxur dostlar.